Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizləri Mərdəkandan salamlayıram. Mərdəkanda Bravo marketin arxasında Ağ ev deyilən bir ev var idi. Onu indi söküblər, onun yerinə çox möhtəşəm bir villa tikiblər. Allah sahibinə xeyirli eləsin. Bu ev sahibində Allah canı sağ eləsin. Bütün evlərin, bütün kimin evi var, bağı var, hamısı sağlığına qismət eləsin. Bu ev bizi tərəfdən sizlərə təklif olunur. Biz bu evi bugün çəkib sizlərə təqdim edəcəyik. Evin ümumi, həyətin, torpağın sahəsi 700 kvadrat, yəni 7 sotun içərisində inşa olunub. Ev ümumi olaraq çox qəşəng, keyfiyyətli monolit beton, tavanı da bütöv olaraq monolit beton izolyasiya olunub, sonra isə üstündən dam örtüyü, dəmir profnastil ilə bağlanıb. 220 kvadrat 5 otaq. Daxilində 3 dənə sanitar qovşuq var, 2 yataq otağının qarderobları. Daxilə keçəndə onsa sizə təqdim edəcəm. Sadəcə çöldən ilkin olaraq sizlərə məlumat vermək istəyirəm. Əziz izləyicilərimiz, bu tikintidən əlavə olaraq burada belə bir evin formasında kiçik bir söhbətgah inşa olunub. Burada üstü bağlı qaraj inşa olunub. 2 maşın dayana bilər qarajda. Avtomatik olaraq darvazası var. Avtomatik olaraq darvazadan sonra piyada keçid qapısı var. Torpağın da, evin də kupçası, çıxarışı var. Evin hər tərəfinə fırlanmaq olur. Kondisioner xəttlərinə qədər evin içərisində atılıb, hazırdır. Buyurun keçək, bir dənə söhbətgahla da sizləri tanış edeyim. Deyək, üzr istəyirəm. Elvin bəy, keç söhbətgaha. Gəl. Burada həyətdə sanitar qovşağı var. Onu da göstərim sizlərə. Burada əl damı kimi də əşyalar yığılıb. Burada həyətin sanitar qovşağıdır. Bu kombi dolabı, kombi aparatı, bu söhbətgahındır. Bura aiddir. Evinki ayrıdır. Bura söhbətgah, mebel yığılıb, qaz sobası, qaz çəkilib qoyulub, aspiratoru, su hövzəsi, manqalı hazır inşa olunub. Giriş hissəyə baxan cam balkon 3-də, bir də ki buradan hovuza, ocaqlığa baxan cam balkon 3-də. Keçək evin qarşısına. Burada bir dənə belə bir yaşıllığı var. Dəyərli izləyicilərimiz, burada da gördüyümüz kimi belə bir yer var. Yaşıllıq azdır. Ev sahibi ilə danışdım, məsləhətləşdim. Əgər kiməsə yaşıllıq çox lazım olsa, buranı düzü betonla olunub, yığılıb. Buranı kəsib burada yaşıllığı artırmaq mümkündür. Ev sahibi kim istəsə öz cibinin bütçəsi ilə, öz pulu ilə düzəldəcək. Ev yerdən 5 daş hündürlüyündə inşa olunub, yuxarıda. Əlavə olaraq evin qarşısında, qonaq otağının düz qarşısında, baxan hissəsində ocaqlıq var. Hansı ki, burada oturub istirahət eləmək üçün. Ocaqlıqdan da istifadə eləmək olar. Sonra hovuz, aşma hovuzdur, şəlaləsi də var. Bir də burada balaca bir, uşaqlar üçün, çimmək üçün kiçik bir hovuz var. Jacuzzi, bəli, bu da jacuzzi. Hovuzun motorxanası burada və həyətin su anbarı burada yerləşir. Sağ tərəfdən də evin arxa hissəsidir, böyür hissəsidir. Kombi dolabı da orada qoyulub. Bura yataq otağıdır. Hansı ki bir yataq otağı həyətə, hovuza baxır. Evin daxilində hündürlük, tavanla döşəmənin hündürlüyü 3 metr 50 santıdır. Əziz izləyicilərimiz, evin bugünkü gündə qiyməti, başlanğıc qiyməti 590.000 manatdır. Bir daha söyləyirəm, ev ağıllı sistemdən yığılıb, keçək evin daxilində. Seyf qapı, qalın böyük bir qapıdır. Evin içərisi, ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Girən kimi dəhlizdə belə bir gözəl bir bəzənmə stolu. Sağ tərəfdə divarın içərisində yığılan dolab düz tavana qədər. Bütün elektrik şitləri də burada yığılıb. Kamera sistemi, sonra Wi-Fi hamısı buradadır. Birinci yataq otağının yanında çamaşırxana. Düz tavana qədər də mebel dolabdan yığılıb. Burada birinci yataq otağı, hansı ki həyətə, hovuza baxan hissədə. Yataq otağının daxilində
həm qardırob otağı, həm də sanitar qovşağı yerləşir. Dörd yataq otağı yerləşir evin daxilində. Bir dənə bunu da çək görsünlər. Mərkəzdə, tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Dolab, salona qədər. Bütün xəttlər hamısı divarın içərisindən çəkilib. Tam mərkəzdə yığılan belə bir dekordur, çox qəşəngdir. Wi-Fi aparatı içəridə ayrılıb, hər yerin ayrıdır. İkinci yataq otağı, geniş böyük bir yataq otağıdır. Bu yataq otağında daxilində 2 dənə, yəni ki, həm qardırob, həm də sanitar qovşağı var. Üçüncü yataq otağı, daxilində qardırob, divarın içərisində. Bütün yataq otaqların qardırobu var. Dördüncü yataq otağı, yenə daxilində qardırob. Keçirik. Qonaq otağına getdik. Gedək. Dəhlizdən birbaşa keçid eləyək. Aycan. Bu qapında mətbəxdən çıxışdır da dəhlizə. Bəli, mətbəxdən dəhlizə çıxışdır və keçiddir. Bura qonaq otağı, pərdələri özüm çəkmişəm qonaq otağında. Görünsün, hara baxır pəncərələr. Həm ön hissəyə, ocaqlıq olan yerə, həm də ümumi giriş hissəyə baxır. Bir daha söylüyorum, ev ümumi olaraq isti döşəmə ilə təmir olunub. TV stand burada yığılır. Qonaq otağından sonra burada mətbəx otağı başlayır. Mətbəx mebeli yığılıb hamısı hazırdır. Görüntü, görünüş buradan birbaşa həyətədir. Buradan da pəncərə və qapı kimi istifadə edən bir qapı var. Bu qapı, mənə Elvin dedi, oradan demişdim dəhlizə, indi sizə deyim, birbaşa dəhlizə çıxır. Yataq otaqlarına keçən qapı. Əziz izləyicilərimiz, bizi izlədiyi üçün sizlərə təşəkkür edirik. İzləməyə davam edin. Bundan əlavə olaraq ucuz evlər, bahalı evlər hamısı bizdə var. Sizdən çox xahiş edirəm. Allahın köməyi ilə kim alacaqsa bu evi Allah xeyrin versin. Kim satacaqsa ona da Allah təala xeyir versin. Çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.